Böyük uğursuzluqlarım olub bu yolda. Uğursuzluqlar belə faydalıdır. Universitet təhsilim tibb universitetini bitirmişəm, stomatoloqam. Uşaqlıqda bilirdim ki, mən çox pul qazanmalıyam. Çünki atamın belə deyək, sahibkar fəaliyyəti var idi, o əhvalatları danışırdı. Mən başa düşürdüm ki, çox pul qazanmaq stabil işdə yoxdur. Və mən çox pul qazanmaq istəyirəmsə, bunun indiki dünyada ən təhlükəsiz və leqal yolu biznes. Stomatologiyanı da ona görə seçmişdim ki, stomatoloqlar yaxşı pul qazanır. Amma sonra təhsil sistemini görəndə tibb universitetində çox məyus oldum. Çünki təhsil sistemi düzgün qurulmayıb və onda mən maraqlı bir dərs götürdüm özümə. Çünki eyni vaxtda həm də biznes edirəm, həm təhsil alıram, həm 3-cü kursda həm də həkim kimi işləyirəm praktika yığmaq üçün. Yəni 3 şeyi bir arada apara bilmirdim. Onda başa düşdüm ki, sən bir şeyə hə deyirsənsə, nəyəsə yox deməlisən. Birinci istədim ümumiyyətlə universiteti tərk eləyim. Gəldim evdə dedim, bir dava yarandı. Dedim tamam bitirəcəm. Amma onda kompromis olaraq nə etdim? Fənlər var ki, sənin vaxtı və enerji alır, amma o sənin yaxşı stomatoloq olmağa heç cür xidmət eləmir. Mən o fənləri ümumiyyətlə oxumadım. Onların dərslərində ya yatırdım, çünki gecə yatmamışam, ya da ümumiyyətlə oxumurdum. Belə mən universiteti bitirdim. Yəni tibb sahəsini yaxşı bilirəm, amma o qalan fənlərdən hamısına mənim qiymətlərim 3 idi. Burslar 5, burslar 3 belə. Bu uzun əhvalatdır, amma məsələ odur ki, mən bütün layihələrim bir-birindən doğur. Elədiyim bir layihə vardı 5 il öncə. imla.az adında bir layihə idi. Bu Azərbaycan dilində səsin tanınma sistemi idi. Yəni süni intellekt vasitəsilə səsi mətnə çevirən bir proyekt idi və sonra onu satdım. Amma o proyekt məni süni intellekt sahəsinə gətirdi, belə deyək. Bundan öncə texnoloji proyektlər eləyirdim, amma mən süni intellektlə bir şey eləməmişdim. Və hətta o zaman, yəni 5 il qabaq olar, artıq məlum idi ki, gələcək süni intellektdədir. Və vaxt onu göstərdi ki, yanılmamışam. Yəni hal-hazırda ən perspektivli sahə budur. Və biz də o sahədə inkişaf edirik. Universitetə daxil olmamışdan qabaq valideynlərim mənə kompüter almışdı. 15 yaşım var idi. Və onda mən aşiq oldum o texnologiyaya və başladım saytlar hazırlamağa və ən əsası da oyunlar oynayırdım ki, yəni gün ərzində bəlkə 15-16 saat oynayırdım, yemək belə yemirdim. Və o vaxtda valideynlər, bütün valideynlər kimi fikirləşirdilər ki, bu yaxşı şey deyil, limitləməyə çalışırlar. Amma tarix onu göstərdi ki, birincisi o limitləməyə görə mən çıxış yolu axtardım. O qədər o şey istəyirdim, sevirdim ki, pul qazanmanın yolunu axtardım ki, özümə bir kompüter alım. Və səhv eləmirəmsə 1 ya 2 ildən sonra özümə kompüter aldım ki, artıq məni limitləyənməzsiz, bunu mən özüm almışam. Müxtəlif layihələr edirdim universitet vaxtı. Elektron ödəmə sistemlərinin nümayəndəliyi var idi. Məndə Azərbaycanda ilk biznesim olub. WebMoney elektron ödəmə sisteminin o vaxtın Bitcoin kimi bir şey idi. Amma sonra vaxt gəldi 2015-də mən özüm də oyun şirkəti qurdum və onda gördüm ki, oyun hazırlamağa həddindən artıq çox pul lazımdır. Yəni balaca büdcələrlə çox böyük pullar qazanmaq olmur. Amma o layihədə gördüyüm bir problem var idi. O da o idi ki, oyunları siz App Store-a, Play Store-a çıxardanda onu testingi olmalıdır, testdən keçməlidir ki, keyfiyyətli məhsul çıxsın. Ona görə növbəti proyektim oldu testing şirkəti. O da milyonlarla investisiya cəlb eləmişdi və Azərbaycanın ilk startapı idi ki, 500 Globaldan və Techstars'dan investisiya almışdı. Bu şirkətlə də crowdsourcing öyrəndik və növbəti o imla dediyim layihədə də crowdsourcing-i ora tətbiq edib uğur qazandıq. Yəni sözümün mahiyyəti, bu əhvalatın mahiyyəti odur ki, hər bir proyektin səbəbkarı ondan öncəki təcrübə, ondan öncəki yaşantı, ondan öncəki şirkətdə gördüyümüz problem olub. Uğursuzluqlar belə faydalıdır. Yəni böyük uğursuzluqlarım olub bu yolda. O uğursuzluqlar belə ağıllı olan investor üçün pozitiv faktordur. Yəni fikirləşir ki, sən əgər 10 dənə şirkət qurub batırmısansa, onun hər birindən nəsə öyrənmisən və
o öyrəndiyin şeylərin nə olduğunu bilirsənsə, çünki söhbət vaxtı sual verilir, deyir ki, deyirsən ki, bu şirkət batdı misal üçün. Niyə batdı? Bu səbəblərə görə. O başa düşür ki, sən səhvlərdən nəticə çıxarda bilirsən, öyrənə bilirsən və intellekt səviyyəvi də görə bilir. Deyir ki, tamam bu indi yeni başlayacağı şeyin şansı çoxdur uğur olmağa, çünki təcrübəsi çoxdur. Yəni Amerikada, Avropada, lap elə Ərəb Əmirliklərində də investorlar uğursuzluqları dəyərli bir şey kimi görür. Mən artıq 20 ildir ki, bu sahədəyim. Yəni bir insan eyni sahədə uzun müddət çalışırsa, istəsə də istəməsə də o sahədə ən yaxşılarından biri olur. Biz deyirik ki, ehtirasın olan işlə məşğul ol. Amma məsələ odur ki, sən o işdə ona görə ehtirasın var ki, o səndə yaxşı alınır. Yəni yaxşı alınmayan şeyə ehtiras uzun müddətdə olmur. Yəni bir müddət olur, sonra həvəs gedir. Yəni illərlə 10 il, 20 il, 30 il, 50 il eyni işi görmək üçün